Salam əziz şagirdlər. Növbəti mövzumuz okean suyunun duzluluğu və şəffaflığı. 1 litr suda həll olan duzların miqdarına duzluluq deyilir. Duzluluq promilli ilə ölçülür, yəni promilli ədədin mində biri deməkdir. Okeanlarda orta duzluluq 35 promilli olaraq qəbul olunmuşdur. Yəni nə deməkdir bu? Yəni 1 litr suyun içərisində 35 qram duz var. Yəni 3,5% duz var deməkdir. Yəni hansı ki bunun içərisində duzlarla yanaşı digər maddələr də var ki, üstünlük təşkil edəni deməli natrium xlordur, ondan sonra maqneziumdur ki, bunlar okean suyuna acılıq verir. Və xəritələrdə eyni duzluluğa malik olan nöqtələri birləşdirən xətlərə izoqalin deyilir. Burada gördüyümüz kimi bu xətlər 32, 34 bunlar duzluluğun miqdarını bildirir. Dünya okeanının duzluluğuna təsir göstərən bir sıra amillər var. Yəni okeanın bəzi hissələrində duzluq çox, bəzi yerlərində azdır. Bunlar nədən asılıdır? İlk öncə deyək ki, okeanlara tökülən çaylar önəmlidir. Çaylar şirin su olduğu üçün çayların çox töküldüyü hissələrdə duzluluq nisbətən azalır. Bundan başqa, deməli, qütblərdən iceberglərin hərəkəti, yəni buzlaqların təsiri də burada duzluğa təsir göstərir, azaldır. Yəni bundan başqa yağıntının miqdarı, məsələn, ekvatorial ərazilərdə yağıntının çox düşməsi səbəbilə duzluluq orta duzluluqdan biraz aşağıdır. Temperatur, buxarlanma, yəni çox təsir göstərir. Buxarlanmanın çox getdiyi tropik enliklərdə duzluluq nisbətən çox olur. Bundan başqa okean cəryanları, isti və soyuq okean cəryanları, isti okean cəryanları isti olduğu üçün buxarlanmanı daha çox yəni burada baş verir. Soyuq cərəndə isə əksinə, deməli burada az buxarlanma getdiyi üçün biraz şirin olacaq. Yəni okean suyu və gəl enliklər üzrə baxaq. Ekvatorial enliklərdə orta duzluluqdan aşağıda 35 promillidir duzluluq. Tropiklərdə çoxdur, çünki burada buxarlanma dedik ki, çox yüksək olduğu üçün şirin su buxarlanır. Nəzərə alsaq ki, orada duzluluq normal duzluluqdan biraz çoxdur, 37 promillidir. Mülayimlərdə və qütblərdə isə daha aşağıdır, 33-32 promillidir duzluluq. Ayrı-ayrı dənizləri müqayisə etsək, Mərmərə dənizində duzluluq 25 promilli, Qara dənizdə 18 promilli, Azov dənizində 12 promilli, Baltik dənizində ən azdır 11 promilli və ən yüksək duzluluq Qırmızı dənizlərdə 42 promilli. Bunun səbəblərindən bir də bayaq qeyd etdiyimiz bura çayın tökülməməsi, tropik enlikdə olduğu üçün buxarlanmanın çox getməsi. Atlantik okeanı ensiz olduğuna görə burada buxarlanan suyun əsas hissəsi yağıntı şəklində materiklərə düşür və suyun duzluğu yüksəlir. Xəzər dənizində isə duzluq 12-13 promillidir və okean suyunun şəffaflığını müəyyən etmək üçün diametri 30 sm olan gümüşü rəngli lövhənin göründüyü məsafəyə əsasən təyin edilir. Sakit okeanın tropik və subtropik enliklərində suyun şəffaflığı daha yüksəkdir. Sağ olun, növbəti dərsdə görüşərik.